Kimyanın ilk anlayışları, valentlik kimya formullarının tərtibi. Birinci sual. Valentliyə əsasən manqan o formulu müəyyən edin. İndi manqandan oksigen yazıblar yan yana. Biz də burada valentliklərini görürük. Formulu müəyyən etməliyik. Deməli, bilirik ki, hər birin valentliyi digər elementin indeksinə çarpaz yazılır. Yəni 2 manqanın indeksinə, 7 isə oksigen indeksinə yazılacaq. Olacaq manqan 2, O 7. Doğru cavab A variantı. İkinci sualda deyir, valentliyə əsasən dəmir O formulunu müəyyən edin. Deməli, burada da oksigen valentliyi 2 dəmirin indeksinə düşür. Dəmirin valentliyi 3 isə oksigenin indeksinə. Olacaq dəmir 2, O 3 Y variantı. Üçüncü sualda deyir, birləşməsində karbon neçə valentlidir? Burada karbondan çıxan rabitələrə baxaq. Deməli, karbonun ətrafındakı xəttlər, karbonun birləşdiyi rabitələr 4 olduğuna görə, deməli, karbon burada 4 valentlidir. Cavab olacaq D variantı. Oksigendən də 2 rabitə çıxır. Deməli, oksigen 2 valentlidir. Bu qaydada, yəni valentli müəyyən edirik. Valentliklə rabitə, yəni üst-üstə düşür. Dördüncü sualda deyir, birləşmədə kürd neçə valentlidir? Burada da kürddən çıxan xəttləri sayırıq. Deməli, ümumilikdə kürdün ətrafında 6 rabitə var. Deməli, valentliyi olacaq 6. B variantı. 5-dədir, hansı birləşmədə kürd 4 valentlidir? Deməli, burada kürdün valentliyini bilmək üçün yanındakı elementin valentliyini bilsək, kürdü də müəyyən edərik. Məsəl üçün, SO2 birləşməsində kürdü bilmirik, üzərinə X qoyuruq. Oksigendə 2 valentlidir, bilirik. Burada valentli müəyyən etmək üçün hər birinin valentliyin indeksinə vuranda bir-birinə bərabər olmalıdır. Məsələn, kürdün üstündə X-dir, kürdün indeksi 1-dir. X-i vuranda 1-ə, X bərabər olmalıdır. Oksigen valentliyi 2-ni oksigen indeksinə vuranda, yəni 2. 2-ni 2-yə vuranda, yəni 4-ə bərabər olmalıdır. Hər birinin üstünü elə bir indeksinə vururuq da, valentli indeksinə vuranda bir-birinə bərabər olmalıdır. Oradan çıxır, yəni buradan X4 çıxsa, demək ki, burada 4 valentli olur. Və doğru cavab A variantıdır. Məsəl üçün, digərində baxsaq, məsələn, burada elə misin biz bir valentli olduğunu tutalım, biz gərək bilək ki, kürdü də müəyyən eləyək. Burada mis bir valentlidir, kürddə X qoysaq, 1-i 2-yə vuranda 2, bərabər X-i vuranda X, X olur 2, yəni kürd burada 2 valentlidir. SO3 də 6 valentlidir, kalsium də 2-dir, dəmir S3 də 2-dir. Doğru cavab olacaq, deməli A variantı. 6-cı sualda hansı halda oksidin formulu düzgün göstərilir? Baxaq, çarpaz yazırıq. Deməli, 2-ni alüminium indeksinə, 3-ü də oksigenə yazanda alüminium 2 O100, deməli, bu doğrudur. Elə bizdən doğrunu soruşduğuna görə cavabımız A variantıdır. B-də olmalıydı, P2O5 olmalıydı, 3 yox. Burada 2 bura, 4 bura, sonra da mangan O2. Sonda olmalıydı mangan O2. D-də natrium 2O olmalıydı, bu 2 yazılmır bura. 2 olmamalıydı. Sonra magnezyum hər ikisi Y variantında 2 valentlidirsə 2 yazılır. İxtisar gedir olmalıydı. Sadəcə magnezyum O. Doğru cavab A variantıdır. 7-dədir, hansı metal birləşmələrdə 1 valentlidir? Əlbəttə ki, natrium 1 valentli metaldır, sabit valentli metaldır. Valentliyi biləndə, yəni bunu yazma olur. 8-ci sualdadır, valentliklərə uyğun olaraq hansı formul düzgün göstərilmişdir? A variantı yanlışdır. Çünki bura 2 düşəndə burada olmalıydı 7. Manqan 2O7 olmalıydı. A yanlışdır. B-də xrom 2O3 olmalıydı. B-də yanlışdır. C-də bura 2, bura 6 düşür. İxtisar gedəndə 2 gedir. Burada da 3 qalır. Bəli, C variantı doğrudur. 6 valentli olanda xrom 3 yazılır. D-də P2O5 olmalıydı. Y-də lityum 2O olmalıydı. Doğru cavab C variantı. 9-cu sualıdır, hansı formulda elementlərin valentliyi düzgün göstərilmişdir? Deməli, burada azot 3 valentli, hidrogen 1 valentli olmalıydı. Yanlışdır. Bu olmalıydı 3, bu olmalıydı 1. Yanlışdır. B-də burada karbon 4 valentli, hidrogen 1 valentlidir. Yəni B-də yanlışdır. C-də dəmir 3, oksigen 2 valentli, dəmir 2O3. Bəli, C variantı doğrudur. D variantında, deməli, dəmir O-da valentliyi hər ikisi 2 olsa dəmir O olardı. Əgər bu şəkildədirsə, dəmir 2O3 olardı. Yəni, uyğun gəlmir. Valentliklə indeks uyğun gəlmir. Y variantında da eyni qaydada alüminium 3, oksigen 2 olmalıydı. Doğru cavab C variantı. 10-cu sual. Hansı sıradakı elementlərin hamısı dəyişkən valentlidir? Deməli, flyor sabitdir. Amma xlorla brom dəyişkəndir. Onda A variantı deyil. Kükürt fosfor dəyişkən, amma kalsium sabitdir. Bizə deyir ki, hamısı dəyişkən olsun. Natrium sabitdir, C-ni götürməliyik. Amma D variantı uyğun gələcək. Çünki D-də dəmir 2, 3 valentlidir. Fosfor 3, 5 valentlidir. Kükürtdə 2, 4, 6 dəyişkən 3-də.
11-ci sual. Hansı sıradakı elementlər hamısı sabit valentlidir? Burada da hamısı sabit olan olacaq. Deməli C variantı. Flor 1 valentli, magnezium 2, kalium 1. 12-də hansı elementlər dəyişkən valentlidir? Biri misdir, çünki 1-2 göstərir. Kalium 1-dir, sabitdir. Bir də fosfordur, 3-5 göstərir. Magnezium 2-dir, sabitdir. Deməli, dəyişkən olanlar 1, 3. A variantı. 13-cü sualda lövhəni açaq. Deməli, 13-cü sualda deyir ki, xlor oksidinin 18,3 qramında 11,2 qram oksigen var. Deməli, ümumilikdə xlor oksidi 18,3 qram olub. Onun içərisində 11,2 qram oksigendir. Yazıram ki, xlor oksidində xlor olur, bir də oksigen olur. Hər birinin qarşısından kütlələrini qeyd edək. İndi 11,2 qram oksigen var. Oksigeni 11,12 yazıram. Ümumilikdə də oksid, deməli, kənarda da ümumilikdə qeyd edirəm ki, 18,3-dür. Onda bəs xlora nə qədər qalır burada? Xlora nə qədər düşür? 18,3-dən çıxırıq 11,2-ni. Deməli, 7,1 qram da burada xlor var. Deməli, biz bu formulu müəyyən etmək üçün yazırıq xlor bölünsün oksigen. Belə bir qaydamız var ki, elementlərin indekslərinin birləşmədə müəyyən etmək üçün belə bölmə şəklində yazırıq. Hərəsinin özünün bir dənə kəsri olacaq. Kəsrin sürətində həmin uyğun olaraq bu aldığımız kütlələr. Bunları qeyd edirik. Məxrəcdə isə özlərinin nisbi atom kütlələrini qeyd edirik. Yəni, məxrəcdə həmişə ayrı yazılır. Və bunu qramla olanda da bu formada formulu müəyyən edə bilirik. Bizə kütlə nisbətini verirsə, kütlə nisbəti ilə də işləyə bilərik. Hətta bizə kütlə payların, faizlərin verirsə, onda da bu formada formulu çıxara bilərik. Yenə onların verdiyi sürətdə yazırıq. Məxrəcdə də ayrılarını qeyd edirik. İndi deməli, xlor oldu 7,1, oksigendə 11,2, məxrəcdə xlor 35,5, oksigen də 16. Bu şəkildə yazaq. Deməli, burada 7,1. Hər ikisini belə deyək də, eyni vaxtda sürətləri məsəl üçün 10-a vurarıq, bu vergülləri atarıq. Sonra 71-i 35,5-ə böləndə olacaq 2. 112-ni də 16-ya böləndə, deməli, 112-ni 16-ya böləndə eləyəcək 7. 7 dəfə 16-dan, 112. Deməli, olacaq xlor indeksində 2, oksigenə də 7. Uyğun olaraq aldığımız nisbətdəki rəqəmləri indeksinə yazırıq. Oldu formul xlor 2, o 7. B variantı. Yəni, qayda budur ki, hərəsinin özünün kütləsi də ola bilər. Kütlə nisbəti ilə də verə bilər. Nisbət şəklində həmin rəqəmlər hərəsinin özünün üçün sürətə yazırıq. Sonra faizlə də verə bilər. Tutulan biri 20%, biri 80, biri 30, biri 70, cəmi 100 olur da. Onları da sürətdə yazarıq. Məxrəcdə də özlərinin ayrılarını qeyd edirik və bu qaydada ixtisar aparırıq. Elə eləyək ki, axırda minimum tam ədəd alaq da. Yəni, indeksə biz kəsir yazmırıq. Kəsir olmamalıdır, tam olmalıdır və ixtisar 70 halı olmalıdır. Ondan sonra indeksinə qoyuruq. Eyni qaydada 14-ü də yazaq. 14-də də azot oksidində, deməli, azot və oksigen var. Bizə azot oksidin 22 qramında deyil. Ümumilikdə 22 qramdır. Burada 8 qram oksigen varsa, oksigen qarşısına yazıram 8. Onda azotda 22 çıxılsın 8, yəni 14 qram eləyəcək. Taxtdıq, hər ikisinin qramlarını bildik. İndi yazırıq azot bölünsün oksigen bərabərdir. Yenə hərəsinin bir kəsri. Sürətdə azotunki 14, oksigen 8, məxrəcdə ayrıları. Azot yenə 14, oksigen 16. Bərabərdir. Birinci 14-ə 14-ə böləndə 1 eləyir. O birisi də 8-i 16. Yəni 2-də 1-də belə yazaq. 2-də 1 eləyir. İxtisar gedəndə. Hər ikisini 2-yə vuraq. Eyni vaxtda, yəni bir ədədə vuraq. Yəni, çünki 2-də 1 kəsirdən azad eləmək üçün. Hər ikisini 2-yə vuranda birinci 2, o birisi də 1 olacaq. Deməli, azotun indeksinə 2, oksigenə də 1 düşür, 1 də yazılmır. Formul olur N2O. D variantı. 15-ci sualda deyir, X, Y vəziyyət elementlərini müəyyən edin. Deməli, X sabit valentlidir, sabitə plus qoyub, Y dəyişkənə plus qoyub, dəyişkən olsun, Z yenə sabit olsun. Baxaq görək, kənardakılar X ilə Z deməli sabit olmalıdır. A variantı uyğun deyil, amma B variantı uyğundur. Çünki sink də sabitdir, maqnezium da sabitdir, xrom da dəyişkəndir. 16-da da X dəyişkəndir, Z də dəyişkəndir, Y də sabitdir. Ortada sabit olsun, kənardakılar dəyişkən. Baxaq görək, bu dəfədə deməli B variantı uyğun gəlir. Çünki dəmir və fosfor. Bunlar ikisi dəyişkən, ortada kalsium isə sabitdir. Doğru cavab B variantı.